Təzə bir balaca Xəzər gölü yaranıb. Bax Xəzər gölüdür. Dəniz, Xəzər dənizi. İnsanların həyətlərinə, hətta evlərinə su dolub, vedrə ilə su tullayırlar. Evim uçur. Baba, pusat evim uçudur. Barometrin qaynar xəttinə bu dəfə Masazır qəsəbəsi Zərifə Əliyeva və Topçubaşov küçəsinin kəsişməsində yaşayan sakinlər tərəfindən şikayət daxil olub. Onlar bildirirlər ki, onların məhəllələrində kanalizasiya sistemi yoxdur və gördüyünüz kimi yağış yağan kimi yolları sel basır. Vətəndaşlar öz evlərindən çıxıb harasa getmək üçün qayıqdan istifadə etməlidirlər. Təzə bir balaca Xəzər gölü yaranıb. Bax Xəzər gölüdür. Dəniz, Xəzər dənizi. Mənim həyətimdə. Qəşəng göl. Baxın. Mən bu rayonun yiyəsi bilmirəm də hardadır, kimdir tanımıram. Amma bu su idarəsi hardadır? Bax mən hər yağış yağanda mənim evim belə. Onun çox dağılıb. Yoxdur, evim yoxdur. Qalmışam ortada. Bir dənə uşaqdır, baba çək. Bax o da hərbidədir. Baba. Bu həmi vətənə can qoysun, dədəsi də burada ölsün. Belə olar. Olar qızım. Hadi vəssalam, çəkin, yazın, göndərin, hara göndərsin. Gəlsinlər, mənə köməklik eləsinlər. Evim uçur, baba, pusat evim uçudur. Hamısı uçur, yoxdur. İcra hakimiyyətinə və ya bələdiyyəyə şikayət eləmisiniz? Qızım, bələdiyyəni mən heç tanımıram. Bələdiyyə bir dəfə gəlib, bir düşəni gəzir ki, görün bir vətəndaşım nə ağarır, neynir, harada yaşayır, nətər yaşayır, yaxşı yaşayır, bir gəlsin çəksin də, gəlsinlər də. Mən heç nə bilmirəm, valla, gedin bax, nə tədbir gördürürsünüz, gördürün. Problemi də özünüz görürsünüz. Burada su basıb, insan öz həyətindən çıxmaq üçün ona sapıq lazımdır. Bu biabırçı bir vəziyyətdir. Bununla bağlı mən şəxsən özüm Nazirlər Kabineti vasitəsilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etmişəm. Müraciətdə bildirmişəm ki, arxada qurunç suları üçün çəkmək üçün nasosxana var. Amma bu qurunç suları üçün deyil, kanalizasiya üçün də bu olmalıdır. Qurunç suları üçün olan nasosxana var arxada, onu çəkə bilərsiniz. Onun olmasına baxmayaraq vəziyyət budur. Qarşı tərəfdə, biraz yuxarıda insanların həyətlərinə, hətta evlərinə su dolub, vedrə ilə su tullayırlar. Biz xahiş etmirik, tələb edirik ki, Su Ehtiyatları Agentliyi bu problemi həll etsin. Bura Azərbaycandır, bura Somali deyil, bu nə vəziyyətdir? Baxın, mənim evimdən qarşı tərəfə keçmək üçün orada mütləq sənin sapağın olmalı. Mən qonşunun qapısını döyə bilmirəm. Mən evimdən çıxa bilmirəm. Bu nə vəziyyət? Bu problemin həllini tapmasını tələb edirik. Yəni, bu qədər biabırçılıq olmaz, bu qədər pul ayrılır. Buna baxmayaraq da işlər görülmür. Bu vəziyyətdir. Su basıb, insanlar hərəkət edə bilmir. Çox bir çıxılmaz vəziyyətdəyik. Biz də tələb edirik ki, bu problem həllini tapsın.